Salam, Aksız Talksa xoş gəlmisiniz. Bugünkü buraxılışımız biraz ətirli, biraz enerji olacaq. Çünki bu gün biz artıq Azərbaycanda kifayət qədər formalaşmış coffee shop mədəniyyəti haqqında danışacağıq. Bugünkü qonağım Street Nine Bar Coffee Shop'un təsisçisi və rəhbəri, eləcə də Aksiz Bankın qadın sahibkarlar üçün həyata keçirdiyi Aksiz Success layihəsinin iştirakçısı Türkan Eyübovadır. Türkan xanım, xoş gəlmisiniz. Çox sağ olun Ülviyə xanım. Təşəkkür edirəm məni bu podkastda dəvət etdiyiniz üçün. İzləyicilərimizi də salamlayıram. Salam, xoş gördük. Türkan xanım, Street Nine Bar nə deməkdir? Bu ad hardan gəlir? Bunun 9 mənası barın nədir? anlamı deməli təzyiq deməkdir. Hansı ölkədə olursa olun, hansı kofe maşını olursa olsun, 9 bar təzyiq altında espresso düzəldilir. Yəni onun anlamı o deməkdir. Çoxsu fikirləşir ki, bar 9 nə deməkdir? Bəlkə 9 hansısa bir simvolik bir rəqəmdir. Xeyr, 9 bar sözü fizikadan gəlmiş bir anlayışdır. Özünüz düşünmüsünüz bu adı? Mən ad seçəndə öz brendim üçün çox oturdum, fikirləşdim, baxdım və mən kofe ilə bağlı bir lüğət axtardım, tapdım. Orada elə anidən gözüm sataşdı bu 9 bar sözünə. Dedim ki, olacaq kofe 9 bar. Sonra da Street 9 bar. Belə. Ümumiyyətcə, coffee shop yaratmaq ideyası barəsində danışın. Yəni özüm kofe sevirəm və bunu biznesə çevirmək düşündüm, yoxsa illərdir siz bu plan üzərində işləyirdiniz? Yox, əsla elə bir şey olmadı. Mən 13 il Mərkəzi Neşrə Xəstəxanasında çalışmışam. Ondan sonra bir qısa müddətli Dubaya köçdük biz, qısa müddətli və çox fikirləşdim ki, nəsə eləyim, nəsə açım, bir ailəvi biznesə çevirim. Və oturub belə anidən bilirsiniz ki, uşaq bağçası açmaq istəmişəm, nə bilim, əyləncə mərkəzləri uşaqlar üçün açmaq istəmişəm, çox araşdırmışam. Sonra birdən belə bir ideya gəldi ki, niyə də coffee shop olmasın? Hətta deyə bilmərəm ki, mən aşırı dərəcəsində kofe sevirəm, kofe içənəm. Hətta, bəli. Və belə oturdum, çoxlu podkastlar baxdım, məlumatlar topladım. Azərbaycanın, Bakının bazarını araşdırdım və belə yavaş-yavaş başladı. Pandemiya devri düşmüşdü o anlar. Hətta yadıma gəlir, qızımla biz SMS yazırdıq, çıxırdıq, axtarırdıq, harda boş obyektlər var, baxırdıq. Yavaş-yavaş da belə başladı təmir, falan 5 məkan. Və biz açılanda hətta sodistansiya, maska rejimi hələ də var idi. Və hətta onu vurğulamaq istəyirəm ki, bizim coffee shopun özəlliyi ondan ibarətdir ki, biz orqanik siruplar bişiririk. Onu baristalar özləri mix edirlər, fikirləşirlər və bütün konsepsiya yəni orqanik demək olar ki, orqanikdir. Demək ki, siz pandemiyadan, yəni krizisdən inkişaf üçün çox yaxşı istifadə edə bilmisiniz və bu gün gəlib bugünkü səviyyəyə çatmısınız. Əvvəldən Street Nine Bar idi, yoxsa siz bu adla bağlı başqa bir tarixiniz var? Yox, əvvəldən Coffee 9 Bar idi. Çünki Coffee 9 Bar yaxşı bir yerdə uyğunlaşırdı. İlk öncə oldu Coffee 9 Bar. Onu 2019-cu ildə açdıq. Yaxşı işləyirdi çox. Ondan sonra fikirləşdim, yavaş-yavaş şəbəkə olsun və şəbəkədə fikirləşirdim ki, həmişə 9 bar sözü mütləq olmalıdır, amma önünü konsepsiya uyğun, interyera uyğun dəyişək. Və ikinci tapdığımız obyekt biraz belə street style. Ona görə də adını qoyduq Street 9 Bar. Birini də açmışdıq Bridge Plaza-da, onu da qoymuşduq Corner 9 Bar. Belə uyğunlaşdırırdıq, bəli. Azərbaycanda coffee shop mədəniyyəti haqqında gəlin danışaq. Siz artıq 6 il fəaliyyət göstərirsiniz. Bu nə ilə bağlıdır? Bir boomdur. Biz daha çox çay sevən millətik və birdən-birə bu qədər kofe içməyə başladıq. Sizcə bu nə ilə bağlıdır? Vallahi onu heç nə deyə bilmərəm. Bilirsiniz necə, biraz çətindir mənə danışmaq bu barədə. Çünki həqiqətən 6 il bundan öncə mən açılanda çox az idi. Bu dərəcədə deyildi. Məsəl üçün bizim Nizami küçəsində bir dənə demək olar ki, bizim coffee shop idi. İndi maşallah 7-8 dənə. Bu axır 3 il mənə elə gəlir ki, daha da çoxalıb. Cürbəcür coffee shoplar, cürbəcür bir-birindən gözəl interyer, bir-birindən gözəl ləzzətli coffee shoplar. Biz də gedirik, dadına baxırıq. Bilməliyik konkurentlərimiz kimdir. Belə. Hamıya uğurlar arzulayıram. Çünki heç bir hasant iş deyil. Yəni məncə biznes ümumiyyətlə hasant deyil, amma bu restoran sferası çox çətindir. Ona görə bütün sahibkarlara
Uğurlar Uğurlar, bəli. arzulayırsınız. Bəs ümumiyyətcə bu çayxorularla rəqabət aparmaq sizə çətin deyil? Yəni bax özünüz də qeyd eləyirsiniz ki, kofe shopların sayı artır. Hı hı. Amma çayxanalar da artır. Çayxanalar da artır və hətta deyim ki, bizdə qonaqlar var ki, gəlirlər sırf çay içməyə. Sizdə yəni çeşiddə ancaq kofelər Bizdə deyil. yox, bizdə kofelər deyil, bizdə bütün gün səhər yeməkləridir. Mən ilk deyə bilərəm ki, onu biz yaratdıq Bakıda. Bizdə günün hansı saatında gəlirsiz gəlin, siz səhər yeməyi yeyə bilərsiniz. 24 saat. 24 saat. 24 saat yox, 8-dən 11-ə kimi də işləyirik. Bax belə. Lançlar var, yeməklər var. Hətta bizim ətrafımızda 3 məktəb olduğundan biz məktəbli menyusu da tətbiq etmişik. Hı -hı. Ona görə məktəblərimiz də çoxdur və çay məsələsinə gəlib çatanda bizdə var çay, cürbəcür müxtəlif növ çaylar. Mən özüm çayxoram. Biz bakılılar hamımız məncə çayxoruq. Hı -hı. Və çox xoşduram cürbəcür növlər. Biz setlər düzəldirik, belə cürbəcür. Hətta olur ki, gəlirlər, otururlar da çay içirlər. Uşaqlar dediniz, yanınızda məktəb var bilirəm ki, Bəli, kofe 3 dənə shopumuz. məktəb var. Bəs uşaqlara ümumiyyətcə kofe olar, valideynlər gəlib sizə bu suallarla müraciət Mən edirlərmi? rastlaşmamışam sözün açığı. 16 yaşdan yuxarı, Mhm. bəli, olur. Amma 16 yaşa qədər yox, mən eşitməmişəm ki, kimsə gəlsin, nəsə eşitməmişəm. Uşaqlar üçün var orada bizdə isti şokolad var, kakao var, buyursunlar. Milkshake-lar var, freshlər var. Və belə. Yəni kofe içkisi, kofe içmək yox, bu yaşda eşitməmişəm. 16-dan üstü olur. Əsas müştəriləriniz kimdir? İnsanlar gəlirlər, noutbukla otururlar, işləyirlər. Əsas müştəriləriniz kimdir sizin? Bilirsiniz, bu sualı mənə çox adam verir və Hı -hı. hətta özüm oturub düşünürəm, amma bir analiz edirəm. Baxın, uşaq məktəblilər gəlir, çünki məktəb var. Yaşlı müəllimlər gəlir. Yaşlı nəsil gəlir. Nənələr, babalar uşaqların dalınca gələndə gəlirlər, otururlar, nəsə yeyirlər, içirlər. Məktəbdən uşaq çıxdı, nəvələri gedib götürürlər. Cavanlar da var. Notebookla işləyənlər də var. Yəni mən sevinirəm ki, həqiqətən bizim kofe shopda yəni hər yaşda adamlar var. Demək olmaz ki, sırf biz bu kontingent işləyirik, bu yaşlı insanlar gəlir, hər kəs gəlir. Amma daha çox 70% xanımlardır. 70%. Bəli. Çünki mən belə oturub statistikaya baxmışam. Gün ərzində də məsəl üçün olur, baxırıq ay ərzində də bizdə daha çox xanımlardır. Bu nə ilə Bilmirəm, bağlı bəlkə ola mən bilər? özüm orada oluram. Bəlkə mən onlarla ünsiyyətə keçirəm, hər kəsi tanıyıram, hər kəslə biz çox belə yaxın ünsiyyətdəyik deyə ona görə bilmirəm. Street Nine barı Hı -hı. digər kofe shoplardan nə fərqləndirir? İnsanlar yəni niyə sizə geri dönürlər? Bu xüsusi bir fintləriniz var yoxsa necə? Çünki özümüz də söhbət əsnasında biz danışdıq ki, hətta bir küçədə bir neçə kofe shop Bəli. var, hətta eyni konsepsiyalı kofe shoplar var, amma hərəsinin öz müştərisi var. Sizin Əlbəttə, hər müştəriniz niyə kəsin- qayıdır? Əlbəttə ki, hər kəsin öz müştərisi var. O nə bilim vallah biraz çətin sualdır. Bəlkə interyer, amma baxırsan ki, bəzi yerlərdə məsəl üçün interyer daha da səndən üstündür. Yəni mən açıq deyirəm, burada belə bir şey yoxdur. Bəlkə komanda, servis. Çünki biz çalışırıq ki, servis bizi üstün olsun hər kəsdən. Bəlkə bu orqanik siroplar rol oynayır. Çünki indi hamı daha çox orqanik Hı -hı. üz vururlar. Bəlkə energetik atmosfera. Çünki hətta bizim daimi qonaqlarımız, kim ki biz bayaq qeyd etdiyim kimi çox yaxınıq. Mənə deyirlər ki, Türkan sən Bakıda olmayanda bura başqa cürdür. Deyirəm, vay, nəsə problem olub, nəsə Hı -hı. narazıçılığınız var filan beşməkan. Deyir, yox, nəsə abu-hava başqadır. Bəlkə o abu-havaya görə ki, mən ordayam. Bilmirəm. Sözün açığı, heç nə deyə bilmərəm bu barədə. Ola bilər siz müəyyən qədər bu müdür stereotipini sındırırsınız. Özünüz öz əməkdaşlarınızla işləyirsiniz. Orası elədir. O da ola bilər. Orası elədir. Çünki mən deyirəm, həm ambasadoram, həm PR menecer, həm zalda işləyirəm ofisiantlarla bir yerdə, həm mətbəxdə uşaqlara kömək eləyirəm. Hətta stol da yığışdıra bilərəm, pol da süpürə bilərəm. Burada belə bir şey yoxdur. Yəni əsas bu işi mən bəlkə orada daha çox iş görürəm, nəinki öz evimdə. Və belə bu komandaya da çox rahat gəlir. Bilirsiniz nəyə görə? Onlar görür ki, sən ondan bir ayaqdasan, bir yerdə bir hərəkət eləyirsiniz, bir yerdə işləyirsiniz. Yəni mən müdirəm, sən işçisən. Belə bir şey yoxdur bizdə. Komanda ruhu var. Komanda ruhu var. Bəlkə onu da müştərilər hiss eləyir. Müştəri yox, qonaqlar hiss eləyirlər bəlkə.
Ona görə vallah nə bilim, yəqin ki, qonaqlara daha çox bu sualı versən, daha çox cavab alarsan, amma mən bilmirəm. Bu, yəni bir düşünülmüş addımdır, yoxsa siz bu işi sevə-sevə görürsünüz Yox, deyə heç belə alınır? düşünülmüş addım deyil. Mən bunu sevə-sevə eləyirəm. Bilirsiniz, hətta məqamlar olur ki, mən bu işi görməyə də bilərəm. Gözləyə bilərəm ki, məsəl üçün bu adam gəlsin, bu işi görsün, çünki o ona aiddir. Amma mən o gəlməmiş o işi eləyirəm. İçimdən gələn bir şeydir yəqin ki. Bəlkə çox təmizkaram, bəlkə hər şey yerində olmalıdır. Bəlkə ondan irəli sürür. Amma nəticədə çox ağıllı bir biznes strategiya ortaya qoymusunuz. Hesab edirəm. Çünki Mən də hesab doğrudan da edirəm. hər hansı bir müəssisə deyək, rəhbəri gəlib işçi ilə eyni işləri görəndə həm bir tərəfdən stereotipdir, həm bir strategiyadır, həm də yəqin ki, bir konsepsiyadır. Yəqin ki, hardasa gizlədirsiniz Yəqin ola bizdən. bilər, yəqin ola bilər. Mənim türk qonaqlarım var idi. Onlar oturub belə bu özəlliyi barəsində düşünürdük. Və mən ona sual verdim ki, siz bir qonaq kimi də nə deyərsiniz? Buranın özəlliyi nədir? Mənə qayıtdı ki, sən özün. Yəni sən özün, öz brendinin özəlliyisən. Cəmaət sənə görə gəlir. Bilmirəm. Mənə elə gəlir ki, komanda bir yerdə olsa daha yaxşı olur. Demək ki, sizin dəyəriniz var. Komandanı necə yığırsınız? Çünki özünüzə uyğun komanda yığmaq ən çətin işlərdən Çox biridir. Çox çətindir. Hətta lap uyğun olmayan birini tapıb yenə də özünə uyğunlaşdırmaq daha da çətindir. Oy, çətindir o barədə. Çünki get-gəl çox olur. Get-gəl çox olur. Cavanlar özlərini bu işdə görmürlər. 6 ildə o qədər işçi, staf gəlib gedib. Məsələn, bəziləri çox ürək yandırırlar. Bu işi sevirlər də. Gözlərindən görünür ki, ləzzət alırlar bu işdən. Amma çoxsu olur ki, gəlirlər, gedirlər. Bu yəni bilirsiniz, davamlı görmürlər özlərini bu işdə. Və fikirləşirlər ki, 3 ay işləyim, məktəb başlayanda, institut başlayanda. Tələbələr də əsasən. Bizdə var, 16 yaşda var, 52 yaşda var. Yəni müxtəlifdir bizdə. Çalışırsan hər kəslə dil tapasan. Hətta mən hardasa xaricdə olanda nəsə alıb gətirəndə hədiyyə deyirlər ki, yoldaşım soruşur, bunu kim alsın? İşdəki uşaqlarıma. Yəni hətta belə istərdim ki, təbii ki, qarşılıqlı olsun bu sevgi. Bəzilərində var, bəziləri dediyim kimi gəlirlər, gedirlər. Yəni biraz staf məsələsi çox çətindir. Amma çalışıram. Mən onlarla ki, bir yerdə işləyirəm, başı salıram, özüm təlim keçirəm onlara, trening. Bu belə olmalıdır, bu belə qonaq gəldi, salamlaş falan 5 məkan. Yavaş-yavaş görürəm ki, öyrənirlər. Yəni bizdə işçilər var ki, hansı ki 2 ildir, 4 ildir işləyirlər. Eləsi də var, gəlir 2-3 gün görürəm, yox. Bizə uyğun deyil. Yəni biz bundan uzun müddət davamlı işləyə bilməyəcəyik, sağollaşırıq. Xüsusi bir baza varmı harda ki, bu işçiləri tapmaq olar sırf Coffee Shop üçün? Yəni Var. Telegramda, WhatsAppda chat var. Baristalar, ofisiantlar da orada elan veririk, falan gəlirlər, otururuq, danışırıq, söhbət eləyirik, baxırıq nədir, necədir. Belə toplayırıq. Siz yerli brendsiniz. Bəli. Bunu patentləşdirmisiniz. Gələcək planlarınız haqqında danışın. Yəni bir Coffee Shop-u bağlamısınız dediniz, bəzi iqtisadi məsələlərə görə. Gələcək planlarınızla bağlı sizin də xarici ekspansiya eləmək kimi bir düşüncələriniz varmı? Var, çünki hətta mən bu fikirlə həmişə yatıb dururam, necə deyirlər. Bilirsiniz necə, mən 19-cu ildə açanda Coffee 9 barı ilk məqsədim o idi ki, mən bunu ha vaxtsa bir franşizaya çevirəcəm və mən istəyirəm ki, Azərbaycan yerli brendini heç olmasa yaxın ölkələrdə tanısınlar. Necə biz xarici coffee shopları Azərbaycana gətiririk. Mən də istəyirəm ki, bu özəlliklə, orqanik siroplarla biz onları, məsəl üçün, regionlara, yaxın ölkələrə əlbəttə ki, təqdim edək və qəşəng də görsənlər Coffee 9 bar ya Street 9 bar by Azərbaycan. Niyə də olmasın? Bu mənim məqsədimdir. Çalışıram inşallah. Nə işlər görmüsünüz bu istiqamətdə? Yəni bazarları öyrənirsiniz? Bazarları öyrənirəm, bəli, baxıram, sorğu eləyirəm. Hər yerə sadəcə olaraq resurs lazımdır. Həm maddi məsələ lazımdır. Ona görə soruşuruq, görürük. İnvestorlar, partnyorlar, kim istəyər, kim xarici ölkədə yaşayır. Bəlkə kimisə xanımı, məsəl üçün, mənim kimi coffee shop açmaq istəsə, belə kollaborasiya eləyib əlbəttə ki, bir şeylər düşünmək olardı. Coffee shop sahibkar xanımlar assosiasiyası da açasınız. Niyə də Bunu yox? mənə fikir demişdilər, söyləmişdilər. Hələ yəqin ki, gəlib çatmamışam ona. Baxaq, fikirləşərik. Mən əminəm ki, siz bunu bacaracaqsınız. İnşallah, çox sağ olun.
Siz kofe şopunuzda həm də görüşlər, təşkil eləyirsiniz. Yəni ora bir networking mərkəzi Bəli. olub. Bu da mı bir ideyadır, yoxsa bu iş prinsipində ortaya çıxan bir, planlardır? İdeya yox idi. Əsla. Burdan təşəkkürümü bildirirəm və salam göndərirəm Zümrüd xanım Rüstəmovaya. İlk xanımlar Women Community Mhm. networkingini o bizə gətirdi. İlk onun addımları oldu və ayağı düşərli oldu. Ondan sonra o qədər networkinglər, communitylər müraciət edir ki, filankəs eləmişdi, biz də istəyirik. Olar. Belə bir fişka alındı bizdə ki, Street 9 bar sırf görüşlər üçün bəli, bir məkana çevrildi. Demək ki, assosiasiya yaratmaq olar. İnşallah fikirləşərəm bu barədə. Mən sizə uğurlar arzulayıram Çox sağ və olun. mən əminəm ki, ən yaxın xarici ölkədə biz mütləq İnşallah. sizin brendinizlə qarşılaşacağıq. İnşallah, inşallah. Siz həm də Access to Success-ın iştirakçısısınız. Bəli. Bu Access Bankın qadın sahibkarlar üçün həyata keçirdiyi bir layihədir. Artıq 4-cü ildir. Siz Mhm. 4-cü layihənin iştirakçısısınız. Sizin fikirlərinizi alın bu barədə. Fikirlər təəssüf olsun ki, bu 4 ildə mən bu barədə eşitməmişdim. Biraz uzağam sözün açığı. Leyla xanım çox sağ olun, buradan ona da salamlar göndərirəm. Mənə dedi ki, Türkan belə bir proyekt var. Bilirsiniz necə bu yarandı məndə, içimdə bir his. Yayda She's Next by Visa xanım sahibkarlar üçün belə bir platforma yaratdı. Və mən orada birinci yer qalib oldum öz brendimlə. Ona görə bu məndə hardasa belə bir, bilirsiniz ya, hiss oyandı ki, yenə də istəyirəm. Biraz da olsun, biraz Motivasiya da oldu. motivasiya. Niyə də yox? Diplom qalıb orada belə qəşəng görsənir. Deyirəm, bu diplomdan çox olmalıdır. Çünki içimdəki Türkan özüm özümə yəqin ki sübut etdim ki, olar. Niyə də olmasın? Yəni bu 6 ildə çox böyük addımlar olub, düşmələr, qalxmalar, bilirsiniz özünüz biznesdə hər bir Bəli. şey olur. Və bu mənə bir motivasiya oldu və biz Leyla xanımla söhbət eləyəndə dedi ki, Access to Success belə bir layihəsi var. Gəl ora. Çox fikirləşdim, çox düşündüm. Dedim ki, istəyirəm. Gəldim, çox xoşuma gəlir spikerlər. Kommunikasiya keçirik xanımlarla. Bilirsiniz, biz də bir xanımıq, həm də ki, bizim də bir anlarımız olur ki, ruhdan düşmanlarımız olur. Və orada xanımlara baxdıqca, qulaq asdıqca baxırsan ki, maşallah, Fəxr etmək fəxr olur. edirsən ki, Azərbaycanda Bəli. belə bir xanımlar var və sən özünə deyirsən ki, stop. İrəli, ancaq irəli. Sən necə bu dərəcəyə gəlib çıxmısan, təslim olmaq olmaz. Mütləq irəli. Və bu xanımlar da sənə ruh verir. Motivasiya verir. Çünki orada bizdə coffee break olur, söhbətləşirik, telefonlarımızı bir-birimizlə, Instagram səhifələrimizi falan beşməkən və görürsən ki, bu hətta belə proyektlər olsa çox daha yaxşı olar. Çünki bu bizə də yaxşıdır. O birisi xanımları, yəni bir-birimizi tanıyırıq. Bu mənim üçün çox böyük bir addımdır. Belə pozitiv feedback üçün çox sağ olun. Təşəkkür edirəm. Layihəmizi uğurlu adlandırdığınız üçün sizə təşəkkür edirəm. İnşallah yaxşı olsun. Çox sağ olun. Türkan xanım, coffee shop açmaq istəyən xanımlara nə tövsiyə eləyərdiniz? Xanımlara mən ümumiyyətlə tövsiyəm odur ki, özlərinə inansınlar. İntuisiyalarına güvənsinlər və ancaq irəli. Amma sırf coffee shopda isə çox çətindir. Çox resurs aparır, çox biraz bilirsiniz necə. Mənim yoldaşım mən coffee shop açmadan öncə dedi ki, mən sənə məsləhət görürəm ki, hardasa bu restoran sferasında işləyəsən. Bunların mətbəxini biləsən, təcrübə toplayasan, mənfi müsbət tərəflərini. Dedim ki, yox, dərhal mən coffee shop açacağam. Sahibkar olmaq istəyirəm. Amma illər keçdikcə bu təcrübə, bu addımlar, bu səhvlər baxırsan ki, hardasa bəlkə həyat yoldaşım düz deyirdi. Ona görə nə bilim, məncə qadın salonu açsan da belə problemlər yaşayacaqsan. Hansısa bir sferada onsuz da bu olur və hər kəsin bu individual bir bilirsiniz ki, bu mənim səhvlərimdir. Bəlkə siz o səhvi heç vaxt etməyəcəksiniz, amma mən bunu etdim və edə-edə mənim təcrübəm yarandı. Mənim illər keçdikcə insan böyüyür.
Yəni bu addımları mən atmasaydım, bəlkə bugünkü gündə mən olmazdım. Yəni siz həmin o uğursuz təcrübələrin əsasında Mütləq, formalaşmısınız. mütləq. O deyil, Məncə özü. başqa cür olmaz. Mümkün də deyil. Ona görə xanımlar əgər hazırdılarsa, resurslarını, ə, ilk aylar əlbəttə ki, bir yarım il olur ki, mənfi tərəfləri olur, yatırımlar etməlisən. Yəni bunlara hamısına hazırlarsa niyə də yox? Çünki müraciət də eləyə bilərlər. Hətta mən dəstək də olaram, köməklik də göstərərəm. Mentorluq edərsiniz. Mentorluq da eləyə bilərəm. Bəli, bir rəfiqəm belə mənim mesaj kafe açıb. Hər dəfə biz onunla məsləhətləşirik. O mənə, mən ona. Yəni bu bir dəstəkdir, xanımlara dəstəkdir. Çətinliklər nədən ibarətdir? Yəni danışdınız biraz çox suallar yarandı. Yəni nəyə hazır olmalıdır sahibkar? Və ümumiyyətcə bəlkə bu sizin qadınlığınızla bağlıdır. Yəni bəlkə qadın sahibkar olmaq daha çətindir. Ola Ola bilərmi? bilər, ola bilər, o da ola bilər. Çətinliklər bilirsiniz necə? Hər bir şeydə çətinlik var. Yəni staff çətindir. Auditoriya yığmaq çətindir. Öz biznesini PR etmək çətindir. Hər zaman o servis dediyimiz bir şeyi saxlamaq lazımdır. Biraz aşağı düşdü, itirdin. Planka. Yəni həmişə onu saxlamaq lazımdır bir səviyyədə. Hər dəfə fişkalar yaratmaq lazımdır. Hər dəfə təzə menyular tətbiq etmək lazımdır ki, müştərilər, qonaqlar bezməsinlər. Tənzimləmək, hər zaman belə saxlamaq bir təbəqədə çox çətindir əlbəttə ki. Bir də görürsüz səhər-səhər gəlirsən işə, Türkan xanım falan şey qırılıb. Türkan xanım falan şey işləmir. Bilirsiniz necə çoxdur. Yəni problemlər çoxdur. Amma çalışmaq lazımdır biraz bunların hamısını pozitiv, gülər üzlə yola vermək. Çünki başqa cür alınmır onsuz da. Problemlərə baxmayaraq məncə bu sizdə kifayət qədər uğurlu alınıb. Sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram və mən əminəm ki, Azərbaycanda coffee shop mədəniyyətinin ən parlaq simalarından biri sizsiniz. İnşallah, çox sağ olun. Daha da böyük uğurlar sizə. İnşallah, təşəkkür edirəm. Siz çox sağ olun Türkan xanım, çox sağ olun ki, gəldiniz, qonağımız oldunuz. Mən təşəkkür edirəm ki, məni çağırdınız. Çox sağ olun. İzləyicilərə də çox sağ olun deyirik ki, vaxt ayırıb bizə qulaq asmısınız. Çox sağ olun. Belə, bugün çayxorlarla kofexorların fərqindən danışdıq. Coffee shop mədəniyyətindən danışdıq. Yerli brend yaratmaq haqqında danışdıq və ümumiyyətcə biznesin aparılması haqqında danışdıq və mən əminəm ki, bir çox xanımlar üçün bu gün biz motivasiya rolu oynaya bildik. Bu günlük bu qədər. Görüşənədək.